Hele bir Yakup'u da alıştırın. Oturdum televizyondan da alıştırıp oturun. Tarixdən öyrəndiyimiz kimi Azərbaycanda olan xanlıqlar bir-biri ilə vuruşa-vuruşa Rus ordusunu gətirib çıxartmış bura və bunun da nəticəsində bugünkü günə qədər o zincirdə hələ də qalmaqdayıq. İndi Qarabağ uşaqları, Qarabağın yiğit oğlanları könüllü surətdə bir cəhbiyə birləşiblər. Bunlar hamısı birləşdikləri Yaqubun ətrafındadır. Yaqub xalqın içindən çıxan oğuldur. Onun ətrafına yığılan hamısı qəhrəman oğullardır. Bunlar könüllü surətdə özlərinin çox gözəl adları var. Qarabağa Müdafiə Şahin dəstəsi, özlərinin andı var, özlərinin vuruş taktikası var. Yaqubun ətrafına yığılan uşaqlara başqa dəstələrdə Yaqubun ətrafına yığışıblar. Bunlar Seyidli Saracılı dəstəsində vuruşan uşaqlar. Bunlar milis batalyonunda vuruşan Faiqin dəstəsi, stadionda olan Asifin dəstəsi, bunlar hamısı bir adamlardır. İndi biz görürük ki, Qarabağa Nicat Cəmiyyətinin sədri, ona özlərin minnətdarlığımızı bildiririk. Gəlib ki, onların zəhmətinə, özlərinə hürmət əlaməti olaraq onlara mükafat təqdim eləsin. Ona görə də bu qəhrəman uşaqların əməyi qiymətləndirdikləri üçün onların adından hamınıza özlərim minnətdarlığımı bildirirəm. Hamınızı xoş gəldin deyirəm. Hamınızı Qarabağ torpağında salamlayır deyirəm. Qarabağ, Qarabağdır. Qarabağ heç zaman təslim olmayacaq. Qarabağ heç kəsə boyun əyməyəcək. Qarabağ uşaqları könüllü surətdə birləşiblər. Biz Azərbaycandan Yaqubun dəstəsinə, Faiqin dəstəsinə, Nadirin dəstəsinə qoşulan adamları da özümüzü hesab eləyirik. Amma onu da demək istəyirik ki, xalq bilməlidir, bu qəhrəmanları tanımalıdır, bu qəhrəmanlar bilinməlidir. Televizorda eşitdik ki, güya Xoramurt yaşayır, güya Xoramurt ermənilərin əlindədir. Biz Xoramurt sözünü çoxdan ləğv eləmişik. İndi Xoramurt kəndi deyil, Yaqub kəndi. Gələcək nəsil qoy bunu bilsin. Odur ki, mən sözü Famil müəllimə verirəm, bizim vətənin oğluna, bizim o Nicat Cəmiyyətinin sədrinə, qoy öz ürək sözlərini, öz gətirdiyi mükafatı bizim dəstələrin uşaqlarına hamısını təbrik eləsin və öz komandirlərinin zəhmətinə qiymət versinlər. Buyurun Famil müəllim. Çox sağ olun. Mən bugün burada bu ön atəş xəttində erməni quldurlarının fasiləsiz mərmi yağdırdıqları bax bu səngərlərdə Azərbaycanın mərd, qəhrəman oğlu Yaqub Rızayevə ilk mükafatımızı Azərbaycanın Qarabağ Nicat Cəmiyyətinin ilk mükafatını təqdim eləməyə gəlmişəm. Yoldaşlarımla birlikdə gəlmişik və səhərdən bəri bu dəstənin üzvləri ilə, Yaqubun rəhbəri elədiyi dəstənin üzvləri ilə çox yaxşı, canlı söhbətlərimiz oldu. Biz bir daha inandıq ki, bizim bu mükafatımız, kiçik olsa da bu mükafat çox yerində verilibdir. Və onu da demək istəyirəm ki, mükafata təqdim olunmuş təxminən 20-yə qədər adamın içindən bütün bizim cəmiyyətin riyasət heyətinin üzvlərinin hamısının fikri bu oldu ki, ilk mükafat tarixdir. Ona görə də O taraftan geleceğiz. Ben telefonda danışmayayım.
söhbətin üstə qalır. Həqiqi dedim, çatan kimi biz bu gün telegram olduq. Mütləq. Çox pis vəziyyətlərdə olan. Mütləq. Gördük başımızda. Milli Şuriyədə prezidentə də teleqrama vurmaq lazımdır ki, Ağdam bu vəziyyətdə görür. Vəziyyət pis. Belə dönmüyor üçün. Bəli. Şəxsən özünə də telegrama. Bəli. Özlərini. Təşkilatsızlıq iş olmaz. Elmira Qafarova da, Mütəllibova da, Həsən Həsənova da, üçünə də hamısına teleqrama vurmaq lazımdır ki, Ağdam nə vəziyyətdədir. Hiç olmasa biraz ayağında Bəli. Böyük bir tutar yəni. Həqiqi də kömək lazım. Şəxsi verdilər, getdilər, 9 nəfər. Öz cibinin pulunu alıb verdilər ki, Muhariz versin, orada muhariz. Məsləhət verim. Bugün yeni yaranmış Samux rayonunun əməkçiləri Qarabağa xalq yardımını göstərirlər. Qarabağdadılar, Ağdamdadılar və ilk növbədə onlar məhz həm qaçqınlarla, həm xəstələrlə, həm Xocalı faciəsində həlak olanların ailələri ilə görüşüb onlara öz yardımlarını göstəriblər. Ümumiyyətlə mən demək istəyirəm ki, Samux rayonunun əməkçilərinin Qarabağa yardımı nə az nə çox düz 1 milyon manata qədər olan yardımdır. İndi biz həmin rayonun nümayəndəsi Təhmasib Əliyev yoldaşa sözü veririk. Qoy o öz ürək sözlərini çatdırsın. Buyurun. Yəqin ki, xalqımızın bu qara günündə, eləcə də bizim bu təzə yanılmış Samux cəmaatı, bütün zəhmətkeşləri öz ürəklərindən olan arzuları onlara çatdırmaq üçün bircə yol, ərzaq yolu ilə onlara kömək etmək üçün toplaşıb məsləhətə gəldilər və biz bugün bir qrup idarə müəssisə rəhbərləri, müəllim kollektivi ilə bu Qarabağ torpağına gəlmişik. Doğrudan da Qarabağ torpağında ağır günlər keçir. Eləcə də bütün Azərbaycan xalqında bu ağır günlər bizi narahat edir. Biz yeni yaranmış Samux rayonunun cəmaatı, bütün zəhmətkeş kütləsi ürəklə, qəlblə bu günə acıyırıq və çox kiçik hədiyyəmiz də olsa biz 1 milyona yaxın ərzaq toplamışıq, onu bu günləri bu xalqa çatdırırıq. Biz yenə deyirəm ki, bugün xalqımızın bu gününə ürəkdən acıyırıq. Gün o gün olsun ki, bu qara bulutlar bizim xalqın üstündən əksik olsun və mən fürsətdən istifadə edib bir şey deyərdim. Qoy bu günləri Ağdam şəhəri bütün qaçqınlara, məhsunlara kömək edir. Bütün xalqımız, respublikamız hamısı birlikdə bu xalqa kömək etsinlər. Və bütün rəhbərlik bu işə ürəklə yanaşsınlar. Xalqımız bir də deyirəm, ağır günlər keçirir. Mən xalqımı bir daha bu xalqa, əziyyət çəkən xalqa kömək etmək üçün çağırışa səsləyirəm. Doğrudan da Qarabağ çox ağır vəziyyətdir. Ağır vəziyyətdir. Hər bir onu deyəcək, özür deyəcək, hər bir yaralıya Sakit ərəflər çalışırlar da. Oradan da kömək Biz edirlər. buradan da qaydan kimi prezidentə, nazirlər kabinetinə, Elmira Qafarova teleqrama vurur ki, Ağdam ən çətin vəziyyətdə də Ağdama kömək lazımdır. Bu xalqa, bu cəmaata kömək lazımdır. Təcili kömək lazımdır. Başlı başınalıqdır da. Bu tərəfdə xəbər yoxdur, bu tərəfdə qırılır xalq. Ən ağır vəziyyətdə. Biz təcili teleqramalar vurmalıyıq ki, bu xalqa kömək əllərini uzatsın. Bakı kömək eləmək. Yəqin sabah axşam Allah çardağa 24 saat.
Gülümser ol. Çok gelmiyor. Hər gün Şuşadan onlarla maşın cəmaatın köçünü aparır. Şuşa boşalır. Bax, sizin ürəyinizi ağrıtmır. Mənim ürəyimi ona ağrıdır ki, əgər Şuşa bizimdirsə, bunu parti rəhbərlər niyə boşalır? Əgər erməninsə, niyə qırılır? Bax, mənim deyəcəyim bu. Axı, mənim torpağımda niyə məcbur götürdülər? Burada nədən olmuşuz, nəbəmiz var. Bunun, o asfaltın da, o torpağı da benimki. Beni niyə götürdülər? Bunu kimə tapşırır? Bunu kim eləyir bu? Bunu biz axtarırıq. Yox, bunu hangi rəhbərlik əmr veribdi ki, bunu bax belə gizlin bax belə cəmaatı tərfərçilik Axı gizlin də deyil axı. Bütün rayonlardan bura maşınlar gəlir, cəmaatın köçünü aparır. Nəysə sizdə də bir hərəkət yoxdur. Onu hara təmin eləyir? Gedib sənin evinə getsə bir başqasına. Özünüz bir də gedib maşınları tutursunuz, öz yüklərinizi doldurursunuz maşınların içinə. Bizim xalq istəmir. Xalqı belə eləyirlər. Belə eləyirlər. Demək ki, Kəndimiz getdi, şəhərlər bütün Xocalı getdi, qırğın bir elə qırğın elə meyitlər çıxmır. İndi buranı da belə edirlər. Sizin neçə yaşınız var? 80. 80 yaşınız var. Yəqin ki, köçlü Şuşalısınız. Ata baba Şuşalıyam. Bəs indi bax bu köçün buradan çıxmağı, bu qədər maşınlar gəlir, cəmaatın yükünü aparır. Yəqin ürəyinizi ağrıdır bu. Təmiz. Ölürük. Nə üçün ürəyimiz ağrıdır? Ölvət zamanından məsləhətdir. Siz köçmək istəmirsiniz? Xeyr. Niyə? Mənim 22 nəvəm var. Özümün oğlum var. 22 nəvəm var. Qızım var. Gəlinim var. Allah sağ eləsin. Tam Ortada döyürlər, bir əvvəllədi, bir axırdadır. Oraya yazıb qoysan belə yemlər. Azad deyirlər. Eşmədin O tarafa gitme. Ha yakalayalım, kırma onu getir bunu. Hayır, çırpılama getir bunu. Hacet eve bunu alacak çeksin, getir bunu. Ha kırma. Gel çıkart gel, gel. Köy onu çıkart gel, gel çıkart gel. Ha, Urutçasın yok. Ermeni canavarları gel çıkart gel. Ermeni değil o. Ha on gel. Onu getir buraya. Çay. Vallahi. Mantıdan da gerbi var ya üstünde, ne var?
Ermenice bilen var okusun mu? Ne yazılır burada? Sarmışkov. Bunları Koko Bey'sin çayması değil. Doludur. Deme, zəhəri də dolu. Belki sağ lazım ol. Sağırdat vermeye. O bir tarafta bomba beygirler vardı bunlar. Bana bu dəhşət boşqa vurur. Taxta borcu. Bak bu nerede? Bak buradaki sulu materyale bak. Ha, nerede? Apar bunları ya çok. Bunun böğrü paradır. Bunun ne rahat vereyim? Ben hani değerim rahat vermem. Ben şimdi bunu veririm. Burası maşını götüresin bir tarafa. Maşını böyle koy. Bura bak. Riyad gibi koyacaksın. Ha. Hayır. Maşınları ne var? Biraz da üzüm beri koy. Üzü böyle, üzü böyle. Kalayı. Ay kabayı. Gel buraya. Ay yoktu ki. Hadi, hadi. Ya gelin buraya, geç. Tamam. Sen de. Gelin. Sen de gel buraya. Şu pazarımızı verin. Gel buraya. Yoldaş Polkovnik Ağdere Rayon Daxili İşlər Şöbəsinin polis əməkdaşları sizin əmrinizlə xəttə düzülmüşlər. Azad. Azad. Bir fakta qeyd edeyim ki, bu qələbənin əldə olunmasında ümumi işə Azərbaycan milisinin də az əməyi olmayıbdır. Və məsələ bir fakta da deyim ki, bu erməni kəndlərin alınmasında
Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları çox böyük rol oynayıblar. Bax, indi biz yenə də Marquşaban kəndindəyik. Gördüyünüz kimi milis nəfərləri hamısı toplaşıbdır burada ümumi xəttdə. Və indi burada faktı qeyd edeyim ki, hazırda Ağdərə rayon daxili işlər şöbəsi yaradılıbdır. Şöbənin rəisi polkovnik Sadir Məmmədov yoldaşdır. Mən Sadir müəllimi bir haşiyə olaraq çıxarış etmək istəyirəm ki, biz 87-ci ildən Xan kəndindən, keçmiş Stepanakert-dən tanışaq. Bütün deməli müharibəni, bütün o qanlı günlərimizi indiyə qədər addımlayıb hazırda Ağdərə rayon daxili işlərinin şöbə rəisi kimi təyinatının bura alan Sadir müəllimi biz bugün həmçinin də görürsünüz paradlı formada görürük və bu da təəccüblü deyil. Çünki qələbə münasibəti ilə o indi öz dəstəsini yığdı başına və burada gördüyünüz kimi bu binanı, bax həmin bu gözəl binanı, ermənilər tərəfindən qoruyub gedən bu binanı indi Ağdərə daxili işlər şöbəsi yerləşmək məqsədi ilə həmin o binaya indi baxış keçirilir. Sadir müəllim, mən bir daha sizi və sizin bütün əməkdaşlarınızı böyük qələbə münasibəti ilə təbrik edirəm. Sağ olun. Elə sizin də köməyiniz sayəsində bizim ülkəmizə gəlmişik və bütün bu gördüklərimizi lentə alırıq. Bu bizim evdə tariximizdir, bizim gələcəyimizdir. Mən ümumiyyətlə bilmək istərdim ki, sizin öz fikriniz bu haqda. Nə deyə bilərsiniz? Bu qələbə necə əldə olunur, necə əldə olunur və ümumiyyətlə perspektivlər nədir? Mən qısaca olaraq onu bildirmək istəyirəm ki, beş ildir ki, bilirsiniz ki, keçmiş Dağlıq Qarabağ vilayəti uğrunda ermənilərlə bizim müharibə başlamışdır. Ancaq bütün buna baxmayaraq, bunun ən təəccüblüsü ondadır ki, 5 il müddətində mümkün olmayan qələbə 20 gün müddətində artıq əldə edilmişdir. Bu, əsasən bizim Milli Ordunun, Müdafiə Nazirliyinin, eləcə də Daxili İşlər Nazirliyinin ümumxalq qələbəsidir. Bütün xalq bu işə qoşulmuş, birliyinin qələbəsidir. Biz əvvəllər çox danışırdıq birlikdən, ancaq o alınmırdı. Artıq hiss olunur ki, qısa bir müddətdə bu birlik yaranmış və bu qələbə əldə edilmişdir. Heç vaxt, heç kimin ağlına gəlməzdi ki, biz bugün artıq Ağdərə rayonu olmuş şöbə yaradılsın. Artıq biz burada fəaliyyət göstəririk. Bu da mənim cəsurlarım. 3 gündür ki, artıq bu ərazidə yerləşirik. Bundan böyük qələbə nə ola bilər? Gələcək planlarınız, nə eləmək istəyirsiniz, nə işlər görmək istəyirsiniz? Belə şöbələr çoxmu yaranacaqdır? Və ümumiyyətlə, mən bayaq siz onu təvazökarlıq edib demişsiniz. Siz artıq Ağdərə rayonunun özündə də müəyyən bir iqamətgah tapıb artıq milis idarəsinin orada yerləşməsini də planlaşdırmışsınız. Elə bu haqda da mümkünsə bir-iki kəlmə deyin və ümumiyyətlə bu irəliləyişin, bu hücumun qarşısında haradadır, nə vəziyyətdədir bu aparatlar? Bəli, mən artıq sizə onu bildirmək istəyirəm ki, biz qısa bir müddətdə Ağdərə rayonunun mərkəzində yerləşəcəyik və bizim bu kollektiv heç də burada görsənən deyil, əksəriyyəti hazır öz pozisiyalarında dayanmışlar, mövqelərində dayanmışlar. Artıq bizim milli ordu, Qurtuluş və Tərtər batalyonu irəliləməkdədir. Ona görə də bizim əldə edəcəyimiz nailiyyətlər daha çoxdur. Bu qısa bir qırıq, azcaca demək olar ki, nailiyyətdir. Bundan kifayətlənmək olmaz. Artıq biz təmizləməliyik torpaqlarımızı. İnşallah bu belə də olacaqdır. Biz bir daha sizi təbrik edirik. Çox sağ olun, minnətdaram. Bu, hətta mən onu deyim ki, bizim Daxili İşlər Nazirliyinin rəhbərliyi gündəlik nəzarətdə bizim fəaliyyətimiz və bu fəaliyyətlərin hər biri qələbə ilə bağlıdır. Xüsusilə Tərtər zonasında gedən birlik, bizim hərbi komandirimiz, Polkovnik Sadıqovun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onu da lazım gəlsə, lazım yerləşmək. Minnətdarlığımızı bildirdik və bizim üçün həmən ordu şərait yaratmışdır ki, bugün xidmət aparırıq. İmkan verməyəcək ki, qarət ola, başqa öz qaşqınlarımızı artıq biz qaçarmaq üzrə. Və insanlar gəlirlər, məskunlar. Bəli. Bax, bugün bu proses başlamışdır. Mən əminəm ki, buna qələbə çalacağıq. Biz hələlik Marquşaban, Livanar, 3-cü savxoz adlanan erməni kəndlərindən başladıq bu reportajımızı bugün üçün sona çatdırırıq. İnşallah sabah Ağdərə rayonundan bu reportajımızı aparacağıq və oranın da vəziyyətini sizə göstərəcəyik ki, qoşunlarımız necə böyük bir yüksəkliyi ilə, belə bir böyük bir qələbə ilə həmin yerə Ağdərəyə daxil olurlar. Hələlik bu qədər. Allah verməlim. Bir də bilirsiniz, bu bizim birinci kəndimiz deyil, Ağdərə rayonu artıq çox böyümüşdür.
Artık rayon merkezinden başka 12 rayon elde olunmuştur. 12 rayona biz hizmet göstermeliyiz. Orada cinayetkarlıkla, içtimai savaşı korumakla meşgul. Siz de çok zahmet çekip geldiniz. Minnettarım. Size minnettarlığımızı bildiririk. Ben bilirəm öz yoldaşlarımıza kollektivimiz cavandı, gençliği. Bak burada mesela görürsünüz Qasımov Elçin, Umutlu'nun keçmiş reisi, Qurbanov xanlar, Meşəlinin keçmiş reisi. Oradan yandırılıb qorularına bakma, oradaki torpaqlarda çok torpaq əldə edirlər. Ha bu yoldaşlar, bak təzə könüllü gelen bizim milis dəstələrinə Respublikanın her yerine gelmiş yoldaşlar. Ben inandırım sizi ki bunlara nəinki kənd, böyük bir mahalı tapşırmaq olar. İnşallah belə duracaq. Adılmadım. Bak ben bir şey diyeyim Asadım. Bizim burasım var. Bu gelen günde Oturayım. Ha arkaya sürün. nasıl sür? Diğer havadan geldi. Uy gitti. Cumhur topları değil. Kimi? Zuliki. Hadi. İstedim onu göyde vuramayız. Demek bunun üstüne Allah etmeli. Üstüne marağa yazmışlar. Güya 150. yılından qabaq bura onların çoğu. Sonradan bu daşları söktük. Bak bunun üstüne yaptık. Biraz Tunceli'de bunun hakkında xeyli danıştıkları o. Girdik tankla tam adamımızda atlar. Kadir görür müsün? Ablanı vereceğim, yapacağım kapalığa döneceğim, ne bak. Hanı bu tankları, hanı? Bütün tehlikanı bizim vurdular. Bir tane tehlikamız var. Diyorum Türkiye'li buradan. Onlar düz üçün sapozda, yan kabanda. Kırgın çok olur hiç. Yarlan buradan, o da bir gün haberim var. Yarlan çok. Siz oradan gelirsiniz. Ha, hamuz oradan geldim. Ne yaptım, koşam oradan geldim. Teknikasına kadar be. Hani teknika? Yok. Sıra mı? Ha, hamuz. Teknika yok. Bir tane belediyeyim istiyor, başta. Taharet eyleyenler de yeni çıkardı. Öyle mi sen? Ha yok bunlar o firmada bizim Azerbaycanlılar kalır. Onlar diye. O vakta firmaların içinde Gelsin onlar var tanıyorum. fazla dedikler bu da. Gelsin. Hayır. Yanır ya oralar. He yok onlar çeziler. Oğlum bütün kadar rahat. Ha, Ha işte aynı gelecek, aynı gelecek. o şey girip iyi aynı. Belki de onlar atıp buradakilere de bunlar korku bey. Ha? Merişkiye var. Sinan ver gelsin. Gel.
Aynen. Dört tanedir, dört tanedir. Gəncə gel çatmadı, Gəncə köməkçisi bu birisi də kim gəlib çıxmıyor. Tabii. Beter mi bu? Gün önləri bir olmadı. Yaş gəlin yürü. Sağ tərəfdən. Gel şuraya göre. Bizim şeyler azdadır. Sonra qədər gəlir. Bizim tanklar o taraftan geliyor. Onu oradan çıxacaq, tamam mı? Uşağın ara qədər. Amaliyat yaxşı, vertəbət yaxşı. Cemaatin içinde yaş panik oldu. Gel. Bu araları. Так, внимание, значит так, rejissorların nəzərinə. İndi mənim zakadrov tekstimdən sonra gələcəkdə süjetin əvvəli, izobrazeniya gələcəkdə süjetin əvvəli buradadır. Sonra kaseta axıra qədər gedir həmin izobrazeniya ilə, orada qutarır və deməli davam elədiyinə görə kasetin başındadır. Kasetin deməli əvvəlində süjetin sonudur. Odur ki, deməli buradan indi zakadrov tekstdən sonra götürərsiniz izobrazeniyanı axıra qədər. Ondan sonra orada kaset qutarır və təzədən fırlamışıq başdan çəkmişik. Tak что süjetin deməli əvvəli başlayacaqdır ortadan və sonu yazılıbdır əvvələ. İndi isə zakadrovi tekst. Gün proqramı üçün xüsusi buraxılış. Allah verdi əsədir. Zakadrovi tekst. Əgər 5 il əvvəl bugünkü günü təkrar. Əgər 5 il əvvəl bugünkü gün haqqında yalnız fikirləşə bilərdiksə, indi bu arzu həqiqətə çevrilir. Min bir çətinliklə olsa da insan qanı, insan canı bahasına. Və bir də elə insan ona görə də insandır ki, arzunu həqiqətə çevirir. Bugün arzuların həyata yetdiyi ən müqəddəs an, qələbə anı, qələbə əhval-ruhiyyəli gündür. Nə deyim? Bəlkə də çoxdan əldə etmək olardı bu qələbəni. Əgər hər bir şey bax elə bugünkü kimi ölçülüb biçilsəydi. Heç nə Xocalı için. Millətimizin bir atalar misalı da var. Düşmənə, rəqibə dədə boyu vermək məsələsi. Naməhrəmə dədə boyu verilməsi. Bəlkə də kimlərəsə əlverişlidir bax bu məsələ. Bəlkə də kimlərinsə elə bugün də Qarabağ probleminin sona yetməsi cibindən, nəfsindən, kisəsindən gedir. Min bir sual, min bir nəticə. Allah qoysa onsuz da geçdiz nizam tərəzi hər kəsə haqqa, ədalətə yetirəcək. Hələlik isə 5 ildə mümkün olmayan məsələ cəmi bir ayda həyata yetir. Qanlı vuruşmalar döyüşlərimizin qələbəsi ilə nəticələnir. Qanlı vuruşmalar döyüşçülərimizin qələbəsi ilə nəticələnir. Və artıq dünya da bilir ki, Azərbaycanın işi haqq işdir və haqq həmişə qalib gələcək. Bir qədər təhlildən sonra konkret görülən işlər haqda. Goranboy Tərtər istiqamətində hərəkət edən qoşunlarımız qələbə ruhu inamı ilə irəliləyərək düşmən həmlələrini biri-birinin ardınca dəf edir və indi düşmənin əsas istehkamlarından olan 4 ildirdir ki, Respublikanın iflic edən keçmiş Mardakert Ağdərə rayonu artıq alınmaq üzrədir. Biz indi sizinlə birgə ən böyük erməni kəndlərindən biri olan və artıq ələ keçirilən Marquşavan kəndinə daxil oluruq. Hələ 1918-ci ildən Azəri türklərinə əsas istehkam kimi müqavimət göstərən Marquşavan nəhayət ki, bizim əlimizdədir. Kəndə ilk dəfə daxil olan jurnalistlər də elə bizik və fərəhlidir ki, növbəti silsilə reportajlarımızı məhz bu gündən başlayaraq biz ardıcıllıqla erməni kəndlərindən aparacağıq. Məlumat üçün deyim ki, Marquşavan, Levanark və Marağa kəndləri 4-5 ildir ki, Tərtər və Ağdam rayonlarının başına alov ələyir. Kristal və Qrad tipli raketlər məhz elə bu istiqamətdən yağdırılır dinc əhalinin başına. Barışmayıb, heç vaxt barışmayıb ermənilər biz ilə. Çörəyimizi yeyib, belə bir cahu cəlala sahib olub, ayağımızın altını oyublar. Və necə deyirlər, gen qaz, geniş qaz özün düşəcəksən. İndi biz Marquşavan kəndindəyik. Onu da deyim ki, artıq bir neçə dəfə alınıbdır.
bu kənd. Еще раз повторю. İndi biz Marquşavan kəndindəyik. Onu da qeyd edeyim ki, artıq bir neçə dəfədir ki, alınıb bu kənd və qaytarılıb. Niyə? Qoy bu suala sonra cavab olunsun. Gördüyünüz erməni yaraqlarının son postu 13 nömrəli KPP. Bu da onların qoyub getdikləri səngərlər. Göründüyü kimi indi vəziyyətə döyüşçülərimiz nəzarət edir. Müsahibim və şərhçi bizi bu səfərdə müşahidə edən döyüşçü dostumuz Tərtər Daxili İşlər Şöbəsinin əməkdaşı Rasim Musayevdir. Takale vнимание, значит, burada birinci intervyu Rasim Musayevlə. Həmin o KPP-nin böyründə yoldakı minaları zadı bizə göstərir, əzilmiş BTR-i göstərir və ondan sonra deməli Zakadrovi tekstin arxası. Bəli, yolumuz irəliləyədir. Şöyle bakıyor, bəli, yolumuz irəliləyədir, kəndin mərkəzinə. Görünə vəziyyətdədir ermənilərin bu son mənşəyi. Qaça-qaçda yandırıb külünü göyə sovrublar bu kəndin. Neysə. Tərtər batalyonunun döyüş hissəsinin döyüşçüləri kəndi dörd bir tərəfdən mühafizə edir. Düşməni son mənşəyədək qovub torpaqlarımızdan qovur, torpaqlarımızı azad edirlər. Televiziya şirkəti nümayəndəsinin əməliyyatda iştirak etməsi onlar üçün də göydən düşmədir. Çünki hər anın tariximizə həkk olunacağı və bu anın müəlliflərinin tarixə düşməsi doğrudan da lazımdır və inkar edilməz bir faktdır. Tak, vнимание, burada deməli döyüşçülərlə, topun kənarında olan döyüşçülərlə, Tərtər batalyonunun döyüşçüləri ilə deməli Marquşavanda müsahibəmiz və Zakadrovi tekstin arxası. Bəli, qələbə bizimlədir deyən döyüşçülər artıq Ağdərə rayonunun girəcəyində mövqelərini möhkəmləndirir. Düşmən geri çəkilir və hər bir addım, düşmən geri çəkilir və hər bir addım çətinliklə insan həyatı naminə başa gəlsə də istəniləndir, arzu edilən andır. Necə də şirindir qələbənin hər bir anı, necə də gözəldir. Tak, burada deməli növbəti intervyu gedir, mənim şərhimdir və burada deməli Mardakertin girəcəyində Tərtər rayon icra hakimiyyətinin başçısı Sərdar Həmidovla mənim müsahibəmdir və burada deməli döyüşçülər də danışır. Ondan sonra yenə də Zakadrovi tekstin arxası. Allah köməyiniz olsun deyirik fədailərimizə. Döyüş uğurları diləyirik və əldə olunan, ələ keçirilən erməni kəndlərini bir-bir gəzirik. Kənd nə kənd? İrili xırdalı minbir yaraşıqlı evlərlə, mədəniyyət ocaqları ilə, səhiyyə mərkəzləri ilə birgə. Görən son məqamda buranı tərk edən erməni əhalisi hansı hisslərlə ayrılıb doğma ocaqlarından? Şübhəsiz ki, minbir lənətlə balayanların, kapı tikanların, Petrosyanların ünvanına. Şübhəsiz. Daha bir əhəmiyyətli obyekt. Hazırda radistlərimizin Qurtuluş Milli Dəstəsi, daha bir əhəmiyyətli obyekt. Hazırda radistlərimizin Qurtuluş Milli Dəstə əskərlərimizin Marquşavanda tutduqları istehkam. Takale vнимание, burada növbəti deməli intervyudur. Marquşavan Çaxır zavodunda. Burada deməli mənim şərhim və ondan sonra Qurtuluş dəstəsinin döyüşçüləri ilə müsahibəm. Zakadrovi tekstin arxası. Və ən nihayət reportajımızın sonunda kənd uğrunda mübarizə aparan, ümumən elə qələbəmizin təşkili işində heç də az rolu olmayan Respublika milisinin Daxili İşlər Nazirliyi əməkdaşlarının işi haqda bir neçə kəlmə söz. Məlumat üçün deyim ki, məhz elə bu ərəfədə Daxili İşlər Naziri İskəndər Həmidovun əmri ilə Ağdərə rayon Daxili İşlər Şöbəsi təsis olunub və keçmiş Dağlıq Qarabağ Daxili İşlər İdarəsinin rəis müavini Polkovnik Sadir Məmmədov bu idarəyə rəis təyin olunub. İndi idarənin zabitləri, sıravi milis işçiləri, rəisləri ilə birgə ərazidə qanun yaradırlar. Negativ halların qarşısını bəribaşdan alırlar. Və artıq gördüyünüz bax bu yaraşıqlı bina da indi milis idarəsi üçün ayrılıbdır. Takale vнимание, deməli burada yenə də mənim müsahibəm, əvvəlcədən mənim şərhim və ondan sonra deməli milis rəisi, Ağdərə rayonunun, təzə yaranmış Ağdərə rayonunun Daxili İşlər İdarəsinin rəisi Sadir Məmmədovla müsahibə və
tekstin sonu. Bəli. Ağdərə rayonunda bəli. Ağdərə rayonunda sizinlə görüşənədək. Bəli. İnşaat doktor. Bəli. Dediyimiz kimi Ağdərə rayonunda sizinlə görüşənədək. İnşallah ilk reportajımız qələbə reportajı olacaq. Və bu qələbənin təşkilində ən başlıca rolu olan briqada komandiri, ağıllı və dərrəkalı hərbiçi, mütəxəssis, sərkərdə, komandan Sadıqovun fəaliyyəti, komandan Sadıqovun bəli. Dediyimiz kimi Ağdərə rayonunda sizinlə bəli. Dediyimiz kimi Ağdərə rayonunda sizinlə görüşənədək. İnşallah ilk reportajımız da elə qələbə reportajı olacaq. Və bu qələbənin təşkilində ən başlıca rolu olan briqada komandiri, ağıllı və dərrəkalı hərbiçi, mütəxəssis, sərkərdə, komandan Sadıqovun fəaliyyətini qiymətləndirməmək ən azı ədalətsizlik olardı. Biz onunla görüşə bilmədik. Niyə? Çünki komandan ön cinahdaydı. Əskərlərdən irəlidə, Ağdərə rayonunda. Və bütün qüvvə, artilleriya, eskadriliya, sıravilər də komandirlə birgə məqsədə doğru irəllərdi. Və bütün qüvvə, artilleriya, eskadriliya, sıravilər də komandanla birgə məqsədə doğru irəliləyirdi. Kaş ki elə bütün cinahlarda, bütün cəbhələrimizdə özünü komandan sayan, zabit rütbəsini daşıyan, kimliyindən, vəzifəsindən asılı olmayan hər bir şəxs bax belə bir əqidədə, belə bir qeyrətdə olar. Vətən naminə, torpaq naminə. Hələlik bu qədər. Yeridir. Burada min bir dərdin dərmanı çiçəklər var. Hər addımda bəlkə yüzlərlə dərdin dərmanı olan bitkilər var. Mən arzu edərdim ki, bu bitkilər yad işğalçıların, o quldurların tapdağına çevrilməsin. Arzum budur ki, elə bir vaxtda bura gələsiniz ki, o çiçəkləri belə əminamanlıq şəraitində, əminamanlıq sülh şəraitində bizdərək balalarımıza hədiyyə verək. Şəkillər deyək, buradan getmək istəmirik, yayda da qalacaq burada. Şəkillər kim subaydısa özü bilər. Kim evlidirsə, xoş getsin. Anam bacım, mən qəşət dinlə. Mən 3 uşaq atasıyam. Hər halda anam mənə yaxşı dinləyir. Bəli. Anam